Salam kızlar, hər vaxtınız xeyir olsun. Necəsiz? Yoldaşımla gedirik, bir-iki iş var. Bir de eve bir-ikidən şey almalıyıq. Böyük otağa bax, gör. Produktlarımız falan da qutarıb. Gedim. İnternetim yoxdur, çəkiliş eləyə bilməyəcəm. Amma çalışacağım bugündən vlog kimi çəkim. Özünüzdən müğayət olun, hələlik. Ha? Neçə dənə? 4 dənə? 10 dənə? 9 kiloluğu 20 manat 38 getiriyor. Sonra xanımlar belə alafrat, persol, ağ paltarlar üçün bunlar çox qəşəngdirlər. Bunlardan götürürəm. Evde pesok yoktu. Biraz pesok götürüyorum. Burada 2 kiloluk. Yani bu lobyadan götürdüm. Sonra bu ayda şekerden götürdüm. Bir tane de tuz götürdüm. Ha. Geldik bir tikə çörək yeyək. Ondan sonra başladık kızlar yer yağış eləməyə. Hə kızlar, axşamınız xeyir olsun. Uşaqlar yedilər, getdilər. Bu da son üstündən qalanlardır. İndi bunları yerləşdirəcəm. Bu da aldıqlarımdır. Deməli salfetkalar aldıq. Evə ayda bir dəfə belə bazarlıq eləyirik. Mesela evde çatışmayan şeyler. Alırız. Ondan sonra diyorlar. Alırız falan. Bunlar nasıl yıkamadık? Sonra onu aktarına dönüştürebilir. Bu yokuşlarda. Daha sonra ben buraya. Bu onun altın ayhan marketinden alır. Bu çok geçenli. Pizza için yapıp sobaya koyulanlar. Hakikaten çok geçenli. Bir tane orada yaş salfetkanı beğenmiyorum. İşletme için. Bir tane bir de demek. Pesok. Pesokumuz yok oydu. Tuzumuz yok oydu. Sonra orada kalmıştı. Şimdi bulgur aldım. Türkler kısır var. Onun mesela. Bu da benim işler. Makarna. Bunlar nasıl kadar boş dolduracak. Kalanı saklayacak. Sonra geldik. Allah getirdi. Oradan da bir şeyler aldık. Zaten bir aldık. Onu zaten yok yani başladık. Sarmış koyu aldık. Bir tane de. Baxın bu yağı götürürəm. Mən bu yağı işlədirəm. Yəni Zaftrika əla yağdır. Biz əvvəllər gerdə falan alırdıq. Amma inanırsınız dadı elə həmən dad. Yəni çox qəşəngdir. Bunu elə əlimdə qoyuram soyuducuya. Çapışdım. Daha sonra ilgili. Yoklarla aparıram koyuram soyuducuya. Bunlar bize lazım değil burada. Çok da gelir. Ondan sonra bu kendi de aparıram soyuducuya koyuram. Sonra bunları bir de koyuram hazırlayayım. Bu da soyuducuya gitti. Bir de neyimiz var? Demek. Ondan sonra koyacağım. Böyle koyacağım. Bu da bunları soyuducuya koyayım. Altını koyayım. Turşu kabım var. Turşumu da alabilirim. Bu da ben turşu koyabilirim ben. Ama bu sözleri bir şey öğreneceğim. Bu iyi. Kerem koymak denelim. Alçadı. Onları öğreneceğim. En çok sevdiğim bu alçı turşudur. Çok seviyorum alçı turşusunu. Bir altını alayım. Bir altını alayım. Açık. Ne götürüp koyup yerine. Ondan sonra. Sıkamız burada. Ben de zeytin alıyorum getirdim. Zeytin azal çok olmadı. Bir de onu yedik ya. Benim çok yedim. Ben de zeytini çok seviyorum. Bu kadar seven değil de. Ama benim çok seviyorum. Zeytini de. Tek koydum. Kadar bağladım. Alçamayı da yıvırık bırak. Ne yıvırık bırak. Alçamayı da yıvırık. Altı kuşun küçükten kalmalıydı. Asıl şer. Geçen sene kalmalı. Önüne iyi. Size bu kadar var. Bilmiyorum 50-60 şekli almıştım. Ama inanın size 5 verdiğim adamların önce tutur. Çok kömür oldu. Hakikaten çok. Thank you.
Artıq almışam. Bax onlardandır. Bax burada qreçkadır. Bu keçən dəfədən aldıqlarımdır. Yəni bu dəfə almamışam. Baxın 2 paçka qreçkadır. Ondan sonra xırda bulgurdur. Baxın belə. Xırda bulgurdur. Qreçkanı qreçka. Sonra bu şehriyədir. Baxın. Bu bura. Sonra bu nohutdur. Nohut orada var diye koymamışam. Bu da nohutdur. Bakın bunları buraya koymuşam. Daha sonra bu həngəldir. Sonra bir de belə bir qabım var. Bura artıq az olanları koyuram. Bu uzun düyüdür. Bu makarondur. İşlənilib az qalır. Bu yaşıl mərcidir. Yaşıl mərci orada var. Bu lobyadandır. Yaşıl mərci var orada, dolduraraq üstünü artıq boşalır. İndi nə edəcəm? Öz kəsdiyim ərişdədir, qurutduğum ərişdədir. Bunu bura qoyuram. Bu vermişilləri də bura qoyacağım. Daha sonra bu artıq qalan bayaqki bulgurdur. Bu işlətdiyim şəhriyədir. İndi az qalıb. Bu yarımçıq olan xəngəldir. Bunu da bura qoyuram. Bunu ən üstə qoyuram ki dağılmasın. Bunu da indi tökək yerinə. Bu lobiyanı da qoyacağım bura. Burada artıq bütün ərzaqları hamısını yerləşdirdim. Stolun üstünü, daha sonra dəzgahın üstünü təmizlədim. Bir dənə qaldı yuyulacaq qablar, bir də atılacaq zibil. Demək olar ki, o qədər ərzaqdan 2 ədəd belə kilok zibil çıxmışdı. Onu da qızıma dedim bir qapının ağzına qoysun ki, artıq gecə saat 1 idi. Onu da sabahları atarıq. Kızım da aparır. Burada qabları yuyub, daha doğrusu sudan keçirib qabıyana yığıram. Bir də onu qeyd edelim ki, mən gündə bir dəfə qabıyanı qoşuram. Səhər açılandan, yəni uşaqlar yedikcə duruluyuram və qabıyana yığıram, gecə də qoşuram. Qabıyan əslində çox yaxşı bir şeydir. Həqiqətən insanın əlindən çox yaxşı tutur. Əslində qablarımız çox deyildi. Çünki səhər tezdən uşaqlar biraz yemişdilər. Günorta da evdə olmamışdım. Axşam da sadəcə kalbasa, çörək, nə bilim zeytun falan yedik. Sadəcə yığılan qablardır. Burada da artıq qabları qoşuram. Yağı kızartdım. Əridirəm. Denir, səsini salacağım. Yox. Hə qızlar, kuxunanı da yığışdırdım, təmiz qutardıq. Hələ bir dənə qaldı. Bu tualetni, bu maqonu da yerləşdirəcəm. Qabları da yuduq. Yuduq dedik, bir-iki dənə qazan qalmışdı. Burada da hələ yağım, necə deyim, əriyir. Gözləyirəm onun əriməsini. İndi isə gəlin sizinlə qısa mətbəx turu keçək. Burada qazanlarımdır. Qazanlar, ləyənlər falan hamısı buradadır. Burada bax çaylardır, vanildir, qabartma tozudur. Renklərdir, baldır falandır, bax spiçkadır, bax hamısı burada. Burada yağ, nə bilim Lunanın yeməyi falan, onlar da bura yığmışam. Burada isə çaydır, sonra kəkli otudur, yuxarıda yenə qənddir, o boşdur, o da puding qablarıdır. Bunlar belədir.
Mən nə qədər almışam. Daha sonra burada bunlar kəsalardır. Yuxarı demək olar ki, boşdur. Burada da kəsalardır, gündəlik işlətdiyim kəsalardır. Bu da pesok qabıdır stola qoymağa. Daha sonra burada kəsalarımdır. Gündəlik bu aşağıda gündəlik boşqablardır, gündəlik işlətmək üçün. İkinci qonaq dəstimdir. Üçüncü də bulutlar falandır. Bax belədir. Sonra burada isə gündəlik stəkanlardır. Bu artıq olan necə deyim, qaşıqlar falandır. Bu da ki vermişirlər. Hansılar ki uzun o qablar yerləşmirlər, ora yığmışam. Arxasında lavrovi list var. Nə var? Orada da arxasında kafeyni dəstim var. Yəni onu işlətmirəm. Onu da ora yığmışam. Daha sonra keçək bura. Burada ədva dəstlərimdir. Ondan sonra bu manlıdır falandır. Bunlar hamısını bura yığmışam. Bura yenə qonaq gələndə qablardır. Baxın bu qablardır. Onlar da ora yığmışam. Ən üstdə belə işlənilməyən şeylərdir. Qab-qacaqlardır. Ora yığmışam. Bunun qapağı qırılıb deyə bunu qoymuşam. Amma bunlar da belə. Bu tərəfdə isə bu qonaq dəstimdir. Bakallardır. Hardasa burada 18 ədəd bakal var. 6 dənə rumka var. Burada da yenə eyni şey. Burada bulgur, duz falan. Arxadakı bayaqları yığdığımdır. Un, makaron, pesok. Burada belədir. O yuxarıdakı qonaq stolun üstündə olan dəstlərimdir ki, onları işlətmirəm. Onları da hələlik gətirib ora qoymuşam. Daha sonra burada isə burada yenə ədva qablarımdır. Nə bilim drojdur, kakaodur, suxaridir, nə bilim nanə cövhərdir. Bunların çoxu hələ işlətmədiyimdir. Yuxarıda elədir. Yuxarıda da savayərdidir, orada da sodadır, nə bilim nişastadır falandır. Yuxarıdakı buranın led işıqlardan hansı ki xarab olub, onları yoldaşım alıb hələ ki qoymamışıq. Bir də dərmanlardır. Daha sonra aşağıda bu qızımın dərmanları da ora qoymuşam ki, oradan əlim atıb verirəm. Burada yekə iri kəsalarımdır. İşlətdiyim, sonra sunum dəstləridir. Bu qrafindir. Bu da bura. Burada isə ət çəkənimdir, nə bilim tyorkadır, ələkdir. Aşağıdakı bayaqları çəkdiyim produktlardır. Bunlar da burada. Buradakı bayaqki kimi nə bilim paraşok falan bu dəstlərdir. Buradakı qab-qacaq, daha doğrusu qaşıq, çəngəl, belə də yəni gündəlik istifadə olunan. Buradakı abur-cuburu nə yığırsınız, hamısı bunun altına yığmışam. Çünki oranı nə qədər düzəltsəm də yenə dağılır. Buradakı süfrələr, nə bilim bu bağlanır, qapaq ağzı olar. Əlimi atıb götürəndə bu əl dəsmalı, sonra çay dəsmalları. Ən üzərdə salfetka qoyuram. İfsə. Hələlik sizə qısa belə özet keçdim. Məncə bəsdir. İndi yağ da əməli başda ərisin. Onu da qabına yığacağım. Məncə bugünlük kifayət eləyər. Özünüzə yaxşı baxın. İnşallah başqa bir vloglarda görüşənədək.